Buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən Qəbr regionu üzrə ən yüksək bal toplayan Selcan Qarayeva həkim olmaq arzusundadır. Selcan Qarayeva Qazax Tovuz Regional Təhsil Dairəsinin Ağstafa şəhəri Asif Abdullayev adına 2 nömrəli məktəbinin məzunudur. Selcan buraxılış və ali məktəblərə qəbul imtahanı zamanı 684 bal toplayaraq region ikincisi olub. Ağstafalı məzun Azərbaycan Tibb Universitetində təhsilini davam etdirmək istəyir. O bildirib ki, mən həkim olmaq istəyirəm, uşaqlıqdan arzum var. İnsanların sağlamlığının qeydinə qalmaq, insanların həyatlarını xilas etmək istəyirəm. Düzdür, qarşımda uzun bir yol var, ən azı 6 il oxumalıyam. Tibbin hansı istiqamətinə yönələcəyimi isə gələcək göstərəcək. Selcan həmçinin onun üzərində zəhməti olan hər kəsə minnətdarlığını da bildirib. Özüm 11-ci sinifi bitirmişəm və həqiqətən böyük nailiyyətlə 684 balla Tibb Universitetinə qəbul olmuşam. Bunun üçün tək mənim əziyyətim yox, bütün müəllimlərimin, valideynlərimin mənə dəstək olan bir çox şəxsin əziyyəti olub. Əməkdar biologiya müəllimi və həmçinin sinif rəhbəri öz şagirdlərinə daim analıq qayğısı göstərən Yeganə Əfəndiyeva hər bir şagirdin uğurunun arxasında böyük zəhmətin dayandığını söyləyib və o, Selcan Qarayeva ilə birlikdə bu il 11-ci sinifi başa vurmuş 30 nəfər məzunu ilə fəxr etdiyini bildirib. Əməkdar müəllim qeyd edib ki, bu il 30 məzunun hər biri artıq nəticələrə görə ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olub. Sevinirik Selcanın bu nailiyyətlərinə, hədsiz dərəcədə sevinirik, qürurlanırıq, fəxr edirik. 2 nömrəli məktəb təkcə bu il yox, hər il yüksək nailiyyətlərindən ön sıralarda olub, hər il göstəricilərinlə regionda birincilər sırasında olmuşdur. Bu il də o ənənəni biz yenidən təkrarladıq, yenidən o ənənənin, yəni biz bir məktəbimiz 2 nömrəli məktəb regionunda 1 nömrə olduğumuzu biz Selcanın sayəsində, Selcanla birlikdə çəkdiyimiz əməyin əziyyətin nəticəsi olub, bunu bir daha göstərdik. Kamran Əskiparalı, Hüseyn Hüseynov, Yusif Əliyev bu gün informasiya proqramı üçün.